Alqoritm fraqmentinin icrası nəticəsində B dəyişənin qiymətini təyin edin. A bərabərdir 1, B bərabərdir 101 və A kiçikdir 5 şəraitini hər dəfə yoxlayır. A-nı 2-yə vura-vura dövrləri icra edir. Deməli, burada A-nın ilkin qiyməti 1-dir. Yazırıq 1 vurulsun 2 üstündə x. X nədir bizdə? Dövrlərin sayı. Biz bilmirik ki, bu şərt neçə dəfə yoxlanılıb, yəni dövr neçə dəfə, gövdə neçə dəfə icra olunub. Yəni dövrlərin sayını bilmirik, ona görə 2 üstündə x yazırıq. A-nın son qiyməti 1 vurulsun 2 üstündə x kiçikdir B. B neçə idi? 101. Amma bunun yox qolu. Nəyə görə yox qolu? Çünki yox qolunda bu artıq dövrdən çıxacaq. 1 vur 2 üstü x elə 2 üstü x eləyir. Yox qolunda kiçikdir olur, böyükdür, bərabərdir 101-dən. 101-ə də ən yaxın olan, yəni qüvvət 2 üstü 7-dir. Buradan x böyüdür, bərabərdir 7. X bərabərdir 7. Deməli, dövrlərimizin sayı nə qədərmiş? 7. 7 dövr. Amma cavabımız 7 deyil. Bizdən B dəyişəninin son qiymətini istəyir. B-ni də axırda A-ya mənimsədir. Daha doğrusu, A-nı B-yə mənimsədir. A bərabərdir A vurulsun 2-dən. A neçə idi? 1. 2 üstündə tapdıq burada. X-imiz 7-dir. Bərabərdir 128. Deməli, B neçə imiş? A, yəni 128.